Ərinin qətlini sifariş verməkdə ittiham olunan Əzizə Seyidova qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Təqsirləndirilən Mehdi Məmmədov ifadəsində bildirib ki, Rusiyada cəza çəkib, Azərbaycana qayıdandan sonra burada Əhlibeyt adlı xeyriyyə cəmiyyətinə qoşulub. Biz xeyriyyə cəmiyyətinə müraciət edənləri yoxlamaq üçün evlərə gedirik. Bir gün Səidə adlı bir xanım müraciət elədi və bunun əsasında anası Rübabəyə kömək üçün onların evinə gedib yoxlama apardıq. Ailə ilə yaxın olduqdan sonra onlar mənim subay olduğumu bilib, mənə qonşuluqdakı qızla evlənməyi tövsiyə elədilər. Məni Əzizənin xalası Leyla ilə tanış elədilər. Biz kəbin kəsdirdik, amma rəsmi nikah bağlaya bilmədik. Çünki o, məndən öncə 7 ildir ki, bir İranlı ilə evli idi. İranlı ilə boşanmaq istəsələr də alınmırdı. Çünki o, ölkədə deyildi. Mən Leylaya kəbini pozmağa kömək elədim. Həmin şəxslə əlaqə saxladıq və o söz verdi ki, ölkəyə qayıdacaq və rəsmi olaraq boşanacaq. Mən bu ailə ilə belə tanış oldum, deyə o bildirib. O əlavə eləyib ki, hadisədən öncə taksi fəaliyyəti ilə məşğul olaraq müştəri apararkən Əzizə ona zəng eləyib, ağlayaraq bildirib ki, evdən mübahisə eləyərək çıxıb, pulu olmadığı üçün taksi çağıra bilməyib. Dedim, mənim müştərini apardığım yerə taksi sifariş ver, gəlim sizi götürüm. Onunla görüşəndə dedi ki, babası ilə mübahisə eləyib, rəfiqəsi Xədicənin evində qalmaq istəyir. Yolda dedilər ki, evdə yeməyə heç nə yoxdur. McDonald's-a sürdüm, onlar getdi, mən isə maşında gözlədim. Sonra Xədicə mənə yad kimi zəng eləyərək yüklərin taksidə qaldığını söylədi. Anladım ki, Əli Seyiddi yanlarındadır. Əli telefonu alıb xahiş elədi ki, göndərəcəyi ünvana yüklərini gətirim. Aparanda mənim yad taksi sürücüsü olmadığımı anladı və qısqanaraq məni təhqir eləməyə başladı. Leylanın xahişinə görə kim olduğumu söyləmədim. Dedim, səndən görüşəcəm. Evə qayıdaraq olayı Bəxtiyara danışdım. Təqsirləndirilən şəxs əlavə eləyib ki, onun bu cinayəti törətmək fikri olmayıb və ya sifariş almayıb. Hadisə gününə qədər mən Əlini axtarmamışam, onun evini tanıyırdım. Həmin gün 2023-cü il martın 15-də Bəxtiyarı və Elvini götürüb Maşdağaya Əli ilə söhbətə getdik. Elvini aparmayacaqdıq, amma dedi ki, sona qədər bizlə olacaq. Mən də maska taxmışdım ki, tanınmayım. Niyyətim Əliyə üzr istətmək idi. O məndən pis danışdığı üçün özümü tanıtmadım. Mən də ondan otonda danışdım. Əslində bıçaqla üstümə hücum çəkdi. Mən yardım çağırdım. Birinci bıçaq barmağıma girdi. Sonra əlindən almağa çalışarkən digər əlim də kəsildi. Uşaqlar da gəldi və biz əlbəyax olmağa başladıq. Mən onun bıçağını götürərək ona vurdum. Elvin də maşından götürdüyü bıçaqla əlini ayağından vurdu. Bəxtiyarsa bizi kənara çəkməyə çalışdı. Onun bu söhbətlə əlaqəsi olmayıb. Biz aralandıq, Əli də evə getdi. Bizim bir gün Əlinin öldüyündən xəbərimiz olmayıb. Səhəri gün Leyla ilə danışmaq istədim. Cavab vermədi. Daha sonra dedi ki, Əli bıçaqla öldürülüb. Onun da başı yasa qarışıb. Mən Əzizədən nə sifariş almışam, nə də onunla münasibətim olub. O mənim qızım kimi olub, deyə o bildirib. Hakimin Əli Seyiddiyə 18 bıçaq zərbəsi vurulması barədə sualına cavab olaraq, Məmmədov onlardan sadəcə ikisini xatırladığını deyib. Məhkəmə prosesi iyulun 1-də davam etdiriləcək.